Salam əziz uşaqlar. Bu gün sizlə baxacağıq qonşu və qarşılıqlı bucaqlar bölməsinə. Deməli, əvvəlcə uşaqlar dərsin mövzusunu üzərindən qısa bir özət keçək, dərsi mövzunu öyrənək, sonra isə başlayaq tapşırıqları yazmağa. Tapşırıqlara başlamazdan əvvəl uşaqlar kanalıma abunə olmağı və videolarımı bəyənməyi unutmayın. İndi isə başlayaq uşaqlar. Açar sözlərdə verilən məlumatları bir-bir izah etməyə. Deməli, uşaqlar, bucaq nədir? Bucağa tərif verək. Bir nöqtədən deməli çıxan iki şüanın əmələ gətirdiyi fiqura deyirik bucaq. Bizim bucaq anlayışımız. Qısa şəkildə deyəcəm uşaqlar, yəqin ki, hər birinizin məlumatınız var aşağı siniflərdən bu mövzularla bağlı. Sonra açıq bucaq. Açıq bucaq 180 dərəcə olur. Alfa bərabərdir 180. Sonra var uşaqlar iti bucaq. İti bucaq uşaqlar 0 dərəcə ilə 90 dərəcənin arasında yerləşir. Yəni, burada alfa, bu alfamız 1 dərəcə də ola bilər, 10 da ola bilər, 50 də ola bilər, 89 da ola bilər. Sonra var uşaqlar kör bucaq. Kör bucaqdakı alfa uşaqlar yerləşir 90 ilə 180-in arasında. Yəni, 90-dan böyük olmalıdır, 180-dən kiçik. 91 də ola bilər, 179 da ola bilər, 150 də ola bilər. Aha. Sonra var uşaqlar düz bucağımız. Düz bucağımız konkret 90 dərəcədir. Deməli, burada alfamız nədir uşaqlar? 90 dərəcədir. Bu da belə. Bu bizim bucaqlarımızdır uşaqlar. Bucaqlarla tanış olduq, yadımıza saldıq, tanışıq artıq. İndi keçək qonşu bucaqlara. Bir dənə açıq bucaq çəkirəm və onun üzərinə qeyd edeyim AOB. Bunun üzərindən bir OC şüasını çəkirəm uşaqlar. Bu OC şüası neynədir? AOB-ni 2 hissəyə böldü. Qonşu nədir? Yan-yana olan, tutaq ki, bizim evimizin yanında bir də bitişik bir ev var. Buna deyirik ki, bu bizim qonşumuzdur. Bucaqlarda da onun kimi. Bu bucaq çəkirəm alfa. Bunun yanında olan bucaq da buna bitişikdir. Olacaq onun qonşusu. Yəni, bucaq AOC və bucaq COB nədir uşaqlar? Qonşu bucaqlardır. OC isə uşaqlar onun ortaq tərəfi adlanır. Qonşu bucaqlarımızın cəmi 180 dərəcədir. Baxın. Qonşu bucaqlar alfa ilə bettanın cəmi bərabərdir 180 dərəcəyə. Bu belə. Keçək indi qarşılıqlı bucaqlar uşaqlar. Qarşılıqlı bucaqlar nədir? 2 dənə düz xətti kəsişdirdim. Buna bir yazım. COB. Bu da olsun DK. Buradan yaranan uşaqlar bucaqlardan, baxın, qarşı-qarşıya dayananlar. Bu rəngi görünmür. Rəngi görünən birini seçim. Qarşı-qarşıya dayanan bucaqlara deyirik qarşılıqlı bucaqlar. Və unutmayın, qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. Bura 30 dərəcədirsə, burada 30 dərəcədir. Aha, indi gəlin yazaq. Deməli, bucaq COD bərabərdir bucaq KOB. Koba. Eyni zamanda uşaqlar bu qarşılıqlıdırsa, bunlar da qarşılıqlıdır. Aha. Deməli, bucaq COK bərabərdir bucaq DOB. Aha, bu belə. Bunları silirəm, keçək uşaqlar tapşırıqlarımıza. Görürsünüz ki, uşaqlar asandır mövzumuz. Baxıram, tapşırıq 1. Tapşırıq 1. Deyir ki, AOB açıq bucaq olarsa, bütün qonşu bucaqları və onların ortaq tərəflərini yazın. Gəlin, baxaq uşaqlar A bəndinə. Bucaq AOC və bucaq COB qonşudur. Ortaq tərəfimiz nədir uşaqlar? OC ortaq tərəfdir. Aha. OC nədir? Ortaq tərəfləri uşaqlar highlighterla belə işarə edəcəm. Gəldik B bəndinə. Bucaq AOD, mən də A deyirəm, O yazıram. AOD və bucaq digər nədir uşaqlar? DOB, DOB. Bunlar da bir-birinə qonşudur və ortaq tərəfləri nədir uşaqlar? OD, od, alov. Deməli, bu da bunların oldu ortaq tərəfi. Bu belə. Görək başqa nə var uşaqlar burada? Bunun üçün yaza bilərik uşaqlar. BOF, bucaq BOF. Və nə qonşular uşaqlar sizcə? FOA. Bunlar bir-birinə qonşu bucaqlardılar. Bəs bunların ortaq tərəfi nədir uşaqlar? OF. Bu da belə. B bəndi də belə getdi. Gəldi indi uşaqlar C bəndinə. Bunları silirəm.
İndi C-sını yazaq. Deməli, C-də nədir uşaqlar? Qonşu bucaq. Nə yaza bilərik? AOD. Və qonşusu nədir bunun? DOB. Bucaq DOB qonşudur. Eyni zamanda bucaq AOL isə uşaqlar qonşudur bucaq LOB-yə. Bunların ortaq tərəfi nədir uşaqlar? Birinci yazdığımda ortaq tərəfimiz olacaq OD. İkinci yazdığımda isə uşaqlar OL. Yəni bunları da highlighterla rəngləyim. Belə uşaqlar, tapşırıq 1-i bitirdik. Keçək tapşırıq 2-yə. Deyir, qonşu bucaqları müəyyən edin. Aha. Gəlin uşaqlar baxaq. Şəkil üstündə izah edirəm. Mövzumuz uşaqlar şəkillərlə bağlı olduğu üçün məcburən kitabdan istifadə edirəm. Bilirdiniz ki, mən kitabdan istifadə eləmirdim müəyyən səbəblərə görə. İndi gəlin burada göstərik. Deyir, qonşu bucağı müəyyən edin. Baxın, KAB açıq bucaqdır və bu bucaqla bucaq KAL, bucaq KAL, kal. Nəyə qonşudur uşaqlar? Laba. Bucaq laba qonşudur. Sonra ikincisi uşaqlar. Görürsünüz, açıq bucaq deyil. Cəmləri nə eləyir onların? Cəmləri eləyəcək 164 dərəcə. Sonra keçdik üçüncüsünə. Burada uşaqlar bucaq M, S, sonra nədir bu? M, S, D. Qonşudur nəyə? D, S, C. D-C. Və eyni zamanda bucaq M, S, U. Və qonşudur nəyə? Bucaq U, S, C-yə. Bunlar da oldu bizim qonşu bucaqlarımız. Bu da belə. Keçək indi tapşırıq 3-ə. Tapşırıq 3-də deyir ki, sat 180-dir. Aha. Bucağı qonşunun dərəcə ölçüsünü tapın ki, bunu şəklin üstündə yazıram uşaqlar. Bu işarə nəyin idi? Düz bucağın. Yəni bura 90 dərəcədir. Bu 90-dırsa avtomatik bu da 90-dır. Bu 140-dır. Bunlar ümumi olmalıdır 180. Deməli bura 40 dərəcədir. Bu 50-dirsə bura olacaq 130 dərəcə. Asan tapşırıq idi. Çünki açıq bucaq 180-dirsə avtomatik cavabları yazırıq. Gəldik 4-ə. Deyir DCB bucağı, DSB hanı burada bu bucaq. Ona qonşu bucaq olan ASD bucağından 2 dəfə böyükdür. Bunun qonşu uşaqlar X-dir. Bu X-dən 2 dəfə böyükdürsə, yəni bura onda 2X-dir. Aha, indi gəlin. Bu bucaq açıq bucaqdır. Eləmi uşaqlar? Deməli, X-lə buradan yazıram. Tapşırıq 4. X-lə 2X-in cəmi nə olmalıdır? 180. 3X bərabərdir 180-ə, X bərabərdir 60-a. Aha, indi yazıram uşaqlar. Deməli, bura 60 dərəcədir, bura isə 120. Bizdən də istəyir ASD-ni, oldu 60 dərəcə. Bu da belə asan idi bu tapşırıqda. Keçək indi tapşırıq 5-ə. Tapşırıq 5. Deyir, OB şüası, hanı OB şüası göstərək budur. COD-nin tən bölənində göstər. Tən bölən nə idi uşaqlar? Bucağı tən ortadan bölən. COD 86-dır. Uşaqlar, bura 86-dır. OB tən bölən olduğu üçün bu bucağı 2 bərabər hissəyə böləcək. Yəni 42. Bu pozan da imkan vermir. 42 və burada oldu 42. İndi deyir ki, COB bucağının və ona qonşu olan AOC-nin dərəcə ölçüsü nə qədərdir? Uşaqlar, bunu tapdıq ki, burada bu 42 dərəcədir. Bu əlimizdə var. Elə təsəvvür edin ki, görün indi nə edəcəm? Elə təsəvvür edin ki, bunun altı yoxdur. Bu elə təsəvvür edin, bu hissə yoxdur bizdə. Baxın, bura yoxdur. Bu 42 dərəcədir. Və o zaman açıq bucağa görə bura nə qalacaq uşaqlar? 138 dərəcə. Necə tapdım? 180-dən çıxdım 42-nə. Axı açıq bucaqdır. 42-nə qaldı 138 dərəcə. Aha, belə. Gəldi indi 6-ya.
Tənlik qurmaqla suallara cavab verin. Gəlin tənliyimizi quraq və suallarına cavab verək. Görək bizdən nə istəyir. Biri digərindən 50 dərəcə böyük olan, tez şəkil çəkirəm uşaqlar. Biri digərindən 50 dərəcə böyükdür. Bura x olsun. Buranın 50 dərəcə böyükdürsə x plus 50 olan qonşu bucaqların dərəcə ölçüsü nə qədərdir? Tez yazıram uşaqlar. Ümumi nə olmalıdır? 180. X plus 50 bərabərdir 180. 2x bərabərdir 130. X bərabərdir 65. Uşaqlar, mən tələsik yazıram. Hesablamalarda bəzən səhvlər eləyirəm. Yəni, indidən deyirəm, üzrlü sayın. İstəmərəm ki, təbii ki, hesablamada səhvlər olsun. Sadəcə olaraq, yəni, insanlıq halıdır. 90-dan çıxıram, 180-dən 90 çıxıram, yazıram 45. Yəni, üzrlü sayın. Deməli, oldu 65. Aha, x 65-dirsə, uşaqlar, gəlin bu şəkildə onu qeyd edək. Deməli, buranı tapdıq 65. Burada olacaq 115 dərəcə. Bu da belə. Sonra keçdik ikinci B bəndinə. Bu A bəndi idi. B-də deyir ki, birinin dərəcə ölçüsü digərindən 5 dəfə böyük olan qonşu bucaqların hər birinin dərəcə ölçüsü nə qədərdir? Bunu silirəm uşaqlar. Bunu da silirəm. İndi yazıram. Bu x-dir, ondan 5 dəfə böyükdürsə 5x. Cəm nə edəcək? 6x bərabərdir 180, x bərabərdir 30. Bura 30 dərəcədir, burada 150 dərəcə. Bizdən də zaten dərəcəsini istəyir. Bu da belə. Keçək indi qarşılıqlı bucaqlara. Mövzunu izah elədim uşaqlar. İndi gəlin tapşırıqlarına baxaq. Deyir, iki düz xəttin kəsişməsindən alınan qarşılıqlı bucaqları müəyyən edin və ölçüsü verilmiş bucağa görə bütün bucaqların dərəcə ölçüsünü tapın. Burada uşaqlar yazıram bir tapşırıq 7. Deməli, A bəndi. Bucaq A, O, C və qarşılıqları yazıram. Bucaq B, O, D. Eyni zamanda bucaq A, O, B və bucaq C, O, D. Bunlar qarşılıqlıdır. Bucağı üstündə yazıram uşaqlar. Bura 35-dirsə, burada 35 dərəcə olacaq və burada olacaq neçə dərəcə? 135 dərəcə. Ay, üzr istəyirəm, 145 dərəcə. Və burada olur 145 dərəcə, çünki qarşılıqlıdır. Bucaqları yazdıq və qarşılıqlıları da göstərdik. Keçək indi B bəndinə. B-də uşaqlar, bura verib 125. Bura 125-dirsə, avtomatik qarşısı da 125 dərəcədir. İndi bu açıq bucağa görə 125-in qonşusu nə olacaq uşaqlar? Olacaq 55 dərəcə. Və avtomatik olaraq burada olur 55 dərəcə. İndi gəlin B bəndində göstərək. Bucaq L, S, R və L, S, R, MS-in mısını. Bunlar nədir uşaqlar? Bir-birinə qarşılıqlıdır. Eyni zamanda L, S, M və R-sın R, S, N də bir-birinə qarşılıqlıdır. Bucaqları da bura yazmışam uşaqlar. Bu da belə. Sonra gəldik C bəndinə. Bunu silirəm. 7 niyə sildim? Qarşılıqlı bucaqlar uşaqlar. Baxın, burada bizdə şərtdə yazıb konqurentdir. Qarşılıqlı bucaqlar konqurentdir. Axı keçən dərsimizdə keçmişdik. Bərabər bucaqlara konqurent deyirdik. Bərabərlik əlaməti idi. Baxın, burada paç. Qəşəng adı qoyublar paç. Bucaq paç nəyə bərabərdir? Qarşılıqlıdır yazaq və bucaq çad. Bunlar bir-birinə qarşılıqlıdır. Eyni zamanda bucaq paç və çad. Bunlar da bir-birinə qarşılıqlıdır. Bu da belə. Bura 45-dir, burada 45-dir. Sonra
Bura 45-dirsə bunun yan tərəfinə olur uşaqlar 135 dərəcə. Sonra burada olur 135 dərəcə. Bu da belə qarşılıqla göstərdik, bucağını göstərdik. Keçək tapşırıq 8-ə uşaqlar. Elə çətin mövzu deyil. Yəqin ümid edirəm ki, yəni heç biriniz bu mövzuda çətinlik çəkmərsiniz. Sonra gəldik 8-ə. Bir şəkildə iki düz xətt kəsişir. Təsvir əsasında x-in qiymətini tapın. Dedik qarşılıqlı bucaqlar nədir uşaqlar? Bir-birinə bərabərdir. Yəni bununla bu bir-birinə bərabər olmalıdır. Adi tənlikdir, sadə yazırıq. X plus 10, 5 bərabərdir 45. X bərabərdir 45 çıxılsın 15. X bərabərdir 30. Şu x'i tapdıq. Bunun cavabı oldu 30. Sonra bizdən də zaten elə x istəyir. Bu A bəndi idi. Keçək indi B-sinə. Qarşılıqlı bucaqlar bərabər olmalıdır. 3x plus 25 bərabərdir 115'e. Sonra 3x bərabərdir. Neyin yer? 115'dən 25 çıxanda 90. X bərabərdir 30 dərəcə. Bu da oldu 30. Sonra gəldik C bəndinə. Aha, indi burada qarşılıqlı yox, qonşu verib uşaqlar. Yəni qonşunun cəmi nə olmalıdır? 180. 2x plus 44 plus 64 bərabərdir 180'ə. 2x bərabərdir. Nə ilə toplayanda? Deməli 108. 180 çıxılsın 108. X bərabərdir. Nə eləyəcək uşaqlar? 72 bölünsün 2. X ilə də 36. Deməli, burada da cavab oldu. X'imiz 36 dərəcə. Aha, bu da belə. C-sını da bitirdik. Bunu silirəm və keçirəm uşaqlar məsələlərə. Mənim sevimli məsələlərim. Görək nə verir. Tapşırıq 9. Deyir ki, uşaqlar, kitab rəfini divara möhkəm bərkitmək üçün kronşteyndən istifadə olunur. M, B, C. Görürsünüz, həmişə uşaqların ən çox verdiyi sual odur ki, müəllim, bu həndəsədə filan şey mənim nəyimə lazımdır həyatda, o mənim nəyimə lazımdır. Burada məsələdə elə tam bizə verib ki, biz bu bucaqları həyatda harda istifadə edirik uşaqlar. Deməli, M, B, C-ni verib bizə 35. M, B, C. Yəni, baxın, bu bucaq. Yadınızda qalsın uşaqlarım. Bax, unutmayın bunu. Həmişə ortadakı bucağa baxırıq. Götürüb burada bunu 35 götürmürük. Ortadakını götürürük. M, B deyirsə, deməli, bu bucaqda 35 dərəcə. Sonra M, C, B deyirsə, deməli, bu bucaqda 55 dərəcədir. 55 dərəcədir. Aha. İndi bizə deyir ki, A, B, C. B, C-dir. Bizdən burayla buranın cəmini istəyir. İndi qəşəng mən bunu uşaqlar şəkil üstündə çəkirəm. Bir belə, bir belə, bir dənə də belə çəkdim. Və adlarını da yazıram. A, B, M. C, D. Deməli, bura 35'dir. Sonra bura 55 dərəcədir. Bunu yazdım uşaqlar, bu hazır. Gəldi indi bura. Bu bucaq, bu rəngi dəyişim. Bura 35'dirsə, bunun qonşusuna nə qalır uşaqlar? 145 dərəcə. Bu 55'dirsə, bunun qonşusuna nə qalacaq uşaqlar? 125 dərəcə. Bizdən də elə bu ikisinin cəmini istəyir. Yazıram 145, üstə gələk 125. Neynədir uşaqlar? 200, 60, 270 dərəcə. Aha, bu da belə. Tapşırıq 9'u yazdıq. Keçək tapşırıq 10'a. Görək indi həyatın hansı hissəsinə tətbiq edib bu bucağı. Parkın ərazisində üstünə yol kəsişir. Aha, bu bizim yollarımız. Deyir, şəkildən istifadə edərək suallara cavab verin. A, O, M. Baxırıq uşaqlar. A, O, M. Bu bucaqlardan söhbət gedir. Yəni, nədən? Buradan. Bunu biraz balacaladım. O kadar böyükdü ki. M, O, D. N, O, B. Bu
bucaqlarının dərəcə ölçüsü nə qədərdir? İndi bunu tapmaq üçün nə edirik uşaqlar? Gəlin bunu silin, baxaq. Deməli, birinci nəyə baxıram uşaqlar? Sizə nə edeyim? Bununla bu çarpaz x kimi kəsişdi. Bura 7x-dirsə, avtomatik burada 7x olacaq. Bu hazır. Bunun burasını artıq silirəm, ehtiyac yoxdur. Deməli, bu açıq bucaqdır. Bunun burası 35-dir. Burası x plus 25-dir. Burası 7x-dir. Açıq bucağın cəmi nədir uşaqlar? 180. Ona görə yazıram ki, 35 üstə gələk 7x üstə gələk x plus 25 bərabərdir nəyə? 180-ə. 8x bərabərdir 180 çıxılsın 60. X bərabərdir 8x bərabərdir 120-yə. X bərabərdir 128-ə böləndə nə edir uşaqlar? 15 dərəcə. Aha, deməli x-i tapdıq 15. Bizdən nə istəyir? Bunların ayrı-ayrılıqda dərəcə ölçüsünü. Bunları silirəm, yazıram. X 15-dirsə, bunun ümumi dərəcə ölçüsü nə olur? 25-in üstünə 15 gələndə nə edir? 40 dərəcə. Deməli, bura 40-dır. Bura 40-dır. Burada 105-dir. Bu da belə. Sonra deyir AON. AON. Bucağının dərəcə ölçüsünü fərqli üsullarla necə tapmaq olar? İndi gəlin baxaq uşaqlar. Görək necə tapa bilərik. Deməli, bura 35 dərəcədir. Eləmi? Bu bizə aydındır. Burada uşaqlar fərqli neyək görən? Bunun üstünü sileyim qəşəng. Baxaq görək fərqli nəyə görə bilərik. Aha. Gəlin belə tapaq uşaqlar. Bura var 105. Burada var 105. Bu heç. Bunu bir dənə ortadan bölürəm. Bura 105-dirsə. Bura 105-dir. Baxın, bu açıq bucağa baxıram. Bunu heç sileyim. Baxın, indi bu fərqli tapaq. Bu açıq bucağa baxaq indi. Elə bilin ki, bu tərəf yoxdur. Tünd yaşılla gəlin bunu qəşəng qaralayaq. Elə bilək ki, bu tərəflər bizdə yoxdur. İndi baxıram bura. Bura 35-dir, bura 105-dir. Onda bura qalır. Baxın, bu balaca yerə qalır. Neçə dərəcə? 40 dərəcə. Aha, bura 40-dır. Düz yazdım uşaqlar, düz yazdım. İndi bizdən nə istəyirdi burada? Bizdən istəyir AON-i. AON-in dərəcəsi 35 burada, 40 burada. Cəmi nə elədi uşaqlar? Cəmi eləyəcək 75 dərəcə. Fərqli yolla tapdım. Bu da oldu tapşırıq 10-umuz. Keçək indi burada bizə verilən məsələlərə. Səhifə 43-dəki tapşırıqları bitirdik. Keçək görək məsələlərdə nə verib. İnşallah onlar da bu tapşırıqlar kimi maraqlılar. Deyir şəkildə düz xətlər bir nöqtədə kəsişir. Kongruent və qonşu bucaqları müəyyən edin. Kongruent bərabər olanlardır uşaqlar. Qonşu yan-yana olanlardır. Gəlin bunu bir-bir yazaq. Burada deməli baxıram əvvəlcə KST xəttinə. KST-nın üzərində uşaqlar tapşırıq 1. Səhifə neçədəyik? Səhifəsinə də baxaq. 44-dəyik. Bucaq KSL və qonşuları yazıram. LST qonşudur. Bucaq KSE və bucaq ST qonşudur. Bucaq KSA və bucaq AST qonşudur. Bucaq KSM və bucaq KSM və SMST qonşudur. Sonra bucaq ASM və
M, S, E qonşudur. Sonra bucaq A, S, T və T, S, E qonşudur. Sonra yaz bitmir burada. Bucaq M, S, T və bucaq T-sılı qonşudur. Bucaq M, S, E və bucaq est qonşudur. Aha. Sonra başqa görən var? Yox, bu qədər yoxdur. Bu belə uşaqlar. Bunlar oldu bizim qonşu bucaqlarımız. Ümid edirəm ki, başqa yoxdur. Yəni məncə düz saydım. İndi deyir ki, kongruent. Kongruent nədir uşaqlar? Qarşılıqlı olanları da göstərən. Gəlin bunu silə, indi qarşılıqlı olanları da tapaq, bir göstərək. Aha. Deməli uşaqlar. Burada qarşılıqlı nə var? Yazıram bir. Bucaq K, S, L kongruentdir. M, S, T. Bucaq K, S, A kongruentdir. Est. Bucaq A, S, M kongruentdir. Nəyə uşaqlar? S-lı. Sonra bucaq M-sını yazdıq. Bunu yazdıq. Başqa nə qaldı uşaqlar? K-sını yazdım. Bucaq K, K, S, M kongruentdir. L-sı, T. Sonra məncə artıq bitdi. Kongruent. Deməli 1, 2 bunlar. 3 bunlar yazdım. Bir də bunlar. Məncə bitdi artıq. Keçək indi uşaqlar tapşırıq 2-yə. Tapşırıq 2-də görək bizə nə deyir. Deyir ki, yerpiç tam açılanda OA, yəni bura və OB çubuqları arasındakı bucaq 154 dərəcə olur. Yəni bura 154 dərəcə olur. Qonşu çubuqlar arasındakı bucaqlar kongruent olarsa, burada hanı qonşu çubuqlar? Bucaqlar kongruent olarsa bu bucaqların ölçüsünü tapın. Aha, qonşu çubuqlar uşaqlar yəqin ki, bunları deyir. Yəqin uşaqlar bizdən bu bucaqları deyir də, başqa burada çubuq yoxdur. Aha, gəlin görək burada nə qədər çubuq var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 dənə. Aha, deməli bucaq AOB uşaqlar. Bunu gəlin biraz qalınlaşdırım. Hə. Silim. AOB'miz neçə dərəcədir uşaqlar? 154 dərəcədir. Və bunu 11 yerə bölmüşük. Gəlin bölək 154 11-ə. 1, 4, 14 dərəcə. Deməli, buradakı bir dənə bu balaca bucağın hər biri 14 dərəcədir. Sonra keçək 3-ə. Deyir şəkildə düz xətlər bir nöqtədə kəsişir. Kongruent bucaqları və tənbölənləri tapın. Bu 60, bu 60-dırsa uşaqlar. Avtomatik burada 60 dərəcə olacaq. Çünki cəmi 180 olmalıdır. Sonra bu 60-dırsa burada 60-dır, burada 60-dır. Bütün 60-ların hamısını yığıblar bura. Burada 60-dır. Qonşular hansılardır? Gəlin bir yazaq bu qonşuları. Əslində göstərmək də olar. Amma neyini yazaq? Bucaq M, O, A.
Qonşudur nəyə? AON. Bucaq MOD. Qonşudur dona. Sonra qələmim düşdü. Bucaq. Sonra bunu yazdım. Burada qonşu yaz ki bitsin. Aha, burada yaza bilərəm qonşu uşaqlar. A, O, D və dob. Bucaq dob. Sonra yaza bilərəm uşaqlar. Bucaq AON və NOB. Sonra uşaqlar burada qonşu kimi göstərə bilərəm. Bucaq, don və bucaq, noc. Nocu da yazdım. Sonra göstərə bilərəm uşaqlar burada. Bucaq, nob və bucaq, bom. Sonra göstərə bilərəm uşaqlar bucaq, boc və axırıncı bom dedim də uşaqlar mən. Amma bom deyirəm, bob yazmışam, bom. Ay. Boc və qonşusu nə olacaq? Bocun qonşusu olur Coa. Bucaq Coa. Deməli, nobla qonşu oldu nə? Bom. Bocla da qonşu oldu Coa. Bu da belə uşaqlar. Bunlar bizim qonşularımızdır. İndi gəlin qarşılıqlara baxaq uşaqlar. Şəkil üstündə göstərirəm bunu. Aha, baxın. Bundan bu qarşılıqlıdır. Bunu silin, yazaq. Hə. Deməli, nə oldu uşaqlar? Burada qarşılıqlı. Bucaq AOD və bucaq COB. Sonra bucaq MOC və bucaq nə? Don. Sonra bucaq MOA və bucaq nə? Bon. Bunlar doğrudan uşaqlar qarşılıqlı bucaqlar. Keçək indi tapşırıq 4-ə. Deyir, tənbölən olan uşaqları müəyyən edin. Onlar hansı bucağın tənböləndir? Gəlin baxaq uşaqlar. Tapşırıq 4. Hə. Deməli, əziz uşaqlar. Tənbölən. Gəlin baxaq. 30, 30, 60, 90, 120. Bura qaldı 60 dərəcə. Bunu yazdım. İndi bir-bir qeyd edirəm uşaqlar. Baxın. OP şüası. OP şüası. MO erin tənbölənidir. Sonra. Və sonra. Deməli, bu xət belə gəlibsə, burada 60 dərəcədir. Və burada 120 dərəcədir. Sonra uşaqlar. OQ. Porun tənbölənidir. Sonra OR. OR uşaqlar həm qosun tənbölənidir. OR həm ponun tənbölənidir. Pon. Aha. Sonra görək başqa nə yaza bilərik. Bu 90, 90. O Q həm də MO'nun tənbölənidir. MO'nun tənbölənidir. Sonra ON altdan yazım. ON tənböləndi rokun. Baxın, buranın tənbölənidir. 60-60. Sonra uşaqlar, başqa burada nə yaza bilərik?
120 buradadır. Bu da belə. Bu qədər. Yəni məncə bu qədər. İnşallah düzgün saymışam. Hərflər olduğu üçün biraz sayda qarışdıra bilərəm. Aha. Bu da belə. Sonra gələk 5-ə uşaqlar. Deyir, iki qonşu bucaqdan birinin dərəcə ölçüsü digərindən 9 dəfə böyükdür. Qonşu bucaqların cəmi neçə dərəcədir uşaqlar? Dərs izahında dedim 180 dərəcə. Bunu bilirik. Bunu biliriksə, avtomatik olaraq rahat şəkildə yaza bilərik. Qonşu bucağın birinin dərəcə ölçüsü digərindən 9 dəfə böyükdür. Şəkil də bizə verir. Deməli, nə demək istəyir? Buranı deyir x yazın, buranı 9x yazın. Sonra deyir ki, istəyir ki, biz tənlik quraq bunlar üçün. Gəlin quraq tənliyi. X üstə gələk 9x bərabərdir 180. 10x bərabərdir 180-ə. X bərabərdir 18-ə. Bu bucaqların dərəcə ölçüsünün fərqini tapın. Uşaqlar, bunu asan hesablamaq üçün nə edirik? Bir dənə tapmağa ehtiyac yoxdur. 9x-dən çıxıram x-i, nə edir? 8x. Sonra nə edirəm? 8-i vururam. X-in qiymətini nə tapmışıq? 18. Vururam 18-ə. Nə edəcək? 144 dərəcə. Deməli, bu bucaqların fərqi nə oldu uşaqlar? 144 dərəcə. Bu da belə. Keçək uşaqlar tapşırıq 6-ya. 6-da bizə deyir ki, əziz şagirdlər, deyir, bucaq AOB 180-dir. Məchul bucağı tapın. Aha, uşaqlar, bu da asandır. Gəlin şəkil üstündə yazaq. Bu işarənin adını kim deyər uşaqlar? Yəqin ki, yadınızda qalıb. Bu düz bucaqlının işarəsidir, yəni 90 dərəcədir. Bura 90-dır, bura 55-dir. Nə elədik? 145. Bunun 180, AOB 180 olması üçün nəyimiz çatmır? 35-imiz. İstəsəz yaza da bilərik uşaqlar. Yazıram. X üstə gələk 90, üstə gələk 55. Bərabərdir 180 dərəcəyə. X bərabərdir 180 çıxılsın. 145, x bərabər 35. Belə də yaza bilərik. Sonra kesik C bəndinə. Bu B-sı hanı uşaqlar? Hə, altdadır. Gəldi indi bu bəndinə. Gəl silək, altından yazaq bu. Yazıram 42, üstə gələk y, üstə gələk 90, üstə gələk y bərabərdir 180. 2y bərabərdir 180, çıx 90, çıx 42. 2y bərabərdir, nə eləyəcək uşaqlar? 48. Y bərabərdir 24. Y-i tapdıq. Sonra keçdik. Bunu silirəm C bəndinə. C plus 27 plus 45 plus 2 bərabərdir 180. Hə, uşaqlar, indi gəlin bunu hesablayaq. 2G üstə gələk. Yox, 2G bərabərdir. Birbaşa yazım. 180 çıxılsın 45, çıxılsın 27. 2G bərabərdir. 180-dən 45 çıxanda eləyəcək 135. Ondan da çıxdıq 27-sini. 2G bərabərdir. 15-dən 7 çıxanda 8, 10. 108 dərəcə. Y də bərabərdir 54. Bu da belə uşaqlar. Sonra gəldik D bəndinə. Görsünə rahat uşaqlar belə. İnanmıram ki, siz bu mövzularda belə çətinlik çəkəsiniz. Gəldik D bəndinə. 31 plus A plus A plus 33 bərabərdir 180. 2A bərabərdir 180 çıxılsın 64. A bərabərdir nə? 180 64 çıxanda 116 bölünsün 2. A bərabərdir 58 dərəcə. Aha. Sonra bunu silirəm, keçdik G bəndinə. Y-də verib uşaqlar 3 dənə T yazıram. T plus T plus T plus 48 bərabərdir 180 dərəcəyə. 3T bərabərdir 180 çıxılsın 48.
T bərabərdir. Nə edir? Uşaqlar çıxanda 132 dərəcə. 3T 132. T də bərabərdir. 132-ni 3-ə böləndə nə edəcək uşaqlar? Bölək 3. T də bərabərdir 4, 44 dərəcə. Aha, bu da belə. Gəldik F bəndinə. Görək F-də bizə nə deyir? Deməli, Y üstə gələk 1/2 Y, üstə gələk 52, üstə gələk 84. Bərabərdir 180-ə. 52, 84, düz yazmışım. 2/2 Y bərabərdir 180 çıxılsın 84, çıxılsın 52. 2/2 Y uşaqlar bərabərdir nəyə? 44'e. Y bərabərdir 44 bölünsün 2/2. Aha. İndi uşaqlar gəlin bunu yazaq. Y bərabərdir 44 vurulsun. Bu 2/2'ni uşaqlar yazıram 10/22. Bölünsün 10/22. Bölmədə nə edirdik? Birinci olduğu kimi qalır. İkincisini tərsinə çeviririk. Buraq 22'də 10. İxtisar apardım. Burada qaldı 2. Cavab elədi 20. Bu da belə. Deməli, Y-imiz burada oldu 20 dərəcə. Aha, bu da belə. Keçdik uşaqlar. Tapşırıq. Səhifə neçədəyik? Biz hal-hazırda 45. Səhifə 45-dəki tapşırıq 7-yə. Aha, bunları silirəm və başlayaq tapşırıq 7-yə. Aha. Başlamazdan əvvəl uşaqlar kanalıma abunə olmağı və videolarımı bəyənməyi də unutmayın. 7-də deyir ki, akrobatik xizək sürmə yarışında idmançı kiçik təpələrdən tullanarkən xizəkləri şəkildəki kimi çarpaz saxladı. Aha. Burada xizək sürən konkret hoqqa verir uşaqlar. İndi deyir şəklə əsasən X və Y-in qiymətini tapın. Gəlin baxaq görək nə edir bu xizək sürən. Bunun vidinə, duruşuna. Deməli, bu burada nə yaradıb uşaqlar? 2 dənə çarpışan neymiş üzrünü istəyirəm. Deməli, kəsişən 2 dənə düz xətt yaradıb. Və bizdən nə istəyir? Buranı verib uşaqlar. Baxın, Y plus 10. Bunlar kəsişdiyinə görə qarşılıqlı da bunlar bir-birinə bərabər olmalıdır. Eyni zamanda uşaqlar, baxın, bununla da bunun cəmi 180 olmalıdır. İndi mən şəkli çəkmirəm. Yenə tənliyi quraq birbaşa. Yazıram. 30 üstə gələk. X plus 30. Xizək sürən göydə hoqqa verir deyə o nəziyyətini biz çəkirik. Məcbur ki, onun misallarını biz yazaq. Bucaqlarına. X plus 30 bərabərdir 180 dərəcə. Təbii ki, zarafat edirəm uşaqlar. Bunları belə həyatla əlaqələndirirlər ki, sizin üçün daha da maraqlı olsun tapşırıqlar. 60 plus X bərabərdir 180-ə, X də bərabərdir 120 dərəcəyə. X-i tapacaq ki, uşaqlar, bu burada 150 dərəcə, baxın, buradan deyirəm. 150 dərəcəlik bucaq yaradıq. Biz bilirik ki, uşaqlar, bura 150 dərəcədirsə, axı qarşılıqlıdır bundan bu. Onda bu da 150 olmalıdır. Buranı silirəm, indi kesirim tənliyimizin ikinci hissəsini uşaqlar yazıram. Y üstə gələk 10 da avtomatik 150 oldu. Çünki qarşılıqlıdır, konqruentdir. Y də bərabərdir 140 dərəcəyə. Aha, X-i də tapdıq, Y də tapdıq uşaqlar. X-imiz oldu 120 dərəcə. Y-imiz oldu. Neçə dərəcə? 150. Aha. Y-imiz oldu 140 dərəcə. Hə, 140, X-imiz oldu 120. Bu da belə. Keçək uşaqlar 8-ə. Deyir, tənliş qurmaqla qonşu bucaqın dərəcə ölçülərini tapın. Gəlin, baxaq. Tapşırıq 8-dəyi uşaqlar. Biri digərindən 40 dərəcə böyük olan. Görək, nə qura bilərik uşaqlar. Biri digərindən 40 dərəcə böyük olan 2 dənə qonşu bucaq yazaq. Biri digərindən 40 dərəcə böyüksə avtomatik qonşu bucaqdır. Gəlin baxaq.
2 dənə qonşu bucaq verilib. Bu bucaqların tapın. Şəkil çəkirəm. Biri digərindən 40 dərəcə böyükdürsə, bura x-dir uşaqlar. Buranla 40 dərəcə böyük olduğu üçün x plus 40. Tənliyimiz hazır oldu ki, yazıram. X plus 40 bərabərdir 180-ə. 2x bərabərdir 140-a, x bərabərdir 70-ə. Birbaşa yazdım uşaqlar. Deməli, x-imiz oldu 70 dərəcə. Bu bizim A bəndimizdir. Keçək indi bu bəndinə deyib, biri digərindən 30 dərəcə kiçik olan. Bu da bunun əmsi olur. Gəlin yazaq. Bunu kiçildim biraz. Biri x-dirsə uşaqlar, o birisi ondan 30 dərəcə kiçikdirsə, avtomatik x çıxılsın 30. Biri digərinə 30 dərəcə kiçik olan qonşu bucaqların dərəcə ölçülərini tapın. Bu bizim tənliyimiz. İndi gəlin yazaq. X plus x çıx 30 bərabərdir 180 dərəcə. 2x bərabərdir 210 dərəcə. X bərabərdir 70. Yox, 70 niyə? 105 dərəcə. 105 dərəcə. Deməli, x-i tapdıq 105 dərəcə. Bu da belə. Sonra bura 105 dərəcədirsə, bu tərəfə nə qalır uşaqlar? 75. Sonra keçək C bəndinə. Bir digərindən 11 dəfə böyük olan qonşu bucaqların dərəcə ölçüsünü tapın. Yenə silirəm buraları. Bura x-dir. Buranın 11 dəfə böyükdürsə 11x-dir. Yazıram x plus 11x bərabərdir 180. 12x bərabərdir 180-ə. X də bərabərdir 15 eləməlidir. Baxın, 15 dərəcə. X-imiz oldu 15. Deməli, uşaqlar, buranı tapdıq 15 dərəcə. Baxın, 15 dərəcə. Buranın 11 dəfə böyük olduğu üçün nə eləyəcək? 15 vurulsun 11. 150-165 dərəcə. Bu da oldu belə. Keçdik D bəndinə uşaqlar. Bunu silim. Deyir, biri digərindən 4 dəfə böyük olan. Eyni şeydir. Burada da 4 dəfə deyir. Bunda 11. Bura olsun x, o birisi olsun 4x. Yazıram x plus 4x bərabərdir 180-ə. Misal olsun deyə yazıblar. Tam olaraq eyni şeydir. 5x bərabərdir 180. X bərabərdir 36 dərəcə. Bura 36 uşaqlar yazıram. Bura 36 dərəcədirsə, burada 144 dərəcə olacaq. Bu da bizim D bəndimiz. Buna da bir quş. Bunu da yazaq. Keçdik tapşırıq 9-a. 12 dənə məsələmiz var. 9-da bizə nə deyir? Baxaq. Bunu silim. 9-da deyir ki, şəkildəki notebookun qapağı AOB bucağı qədər açılmışdır. Bu notebookun qapağı neçə dərəcəli bucaq altında açılmışdır. Yine həyatla əlaqələndir uşaqlar. Yine maraqlı bir tapşırıq. Yaxşı olar ki, uşaqlar, evdə özünüz hər hansı bir şey, notebookunuz varsa, notebook, kitabınız varsa, kitabı açıb bucağı belə transporterdən ölçüb yazarsınız. Həqiqətən sizin üçün də maraqlı olar. Mən öz şagirdlərimə, yəni bu tipli tapşırıqlar işlədirəm ki, mövzunu həm daha yaxşı mənimsəsinlər, həm də uşaqlara belə aktivitelər maraqlı gəlir. Siz də özünüz hesablayıb yaza bilərsiniz. Deməli, uşaqlar, neyiniyib bu? Notebookunu açıb bu şəkildə. Buranı verib bizə x plus 18 dərəcə. Buranı verib 2x plus 30 dərəcə. Bu notebookun uşaqlar, baxın, bu hissəsi şəkildə zaten aydın olur. Bu notebookun o istifadə olunan hissəsidir. Yəni, ekran və klaviatura olan hissəsidir. Gəldi, indi baxırıq bu hissəyə. Bu hissələr gördüyümüz kimi qarşılıqlı dayanıb. Yəni, qarşılıqlı dayanıbsa nədir bunlar? Bir-birinə konqruentdir. Bucaqların adını da qeyd edirəm. A-dır, O-sudur, B-sidir.
Aha, kongruent isə bərabərdir. Yazıram 2x üstə gələk 30 bərabərdir x plus 18-ə. Yazıram x bərabərdir. Burada nəsə bir qarışıqlıq oldu. Bir dəqiqə baxın. Qapalı deyil. Neçə dərəcə bucaq altında açılmışdır. Aha. Burada bunlar qarşılıqlıdır. Bu bucaqdır uşaqlar, üzr istəyirəm. Bunu pozum. Burada ox qoyublar. Məndə indi telefonda da deyə bunu yaxşı görmədim. Bu bucaq 2x plus 30 dərəcədir. Bunu buradan sileyim. Mən şəkli səhv görmüşəm. Deməli, bu bucağımız 2x plus 30 imiş. Mən də deyirəm, cavab niyə mənfi alınır? Aha, indi yazaq əziz uşaqlar. Deməli, bunu silirəm. Bu bucaqlar, baxın, qonşu olduqları üçün cəmi neçə dərəcə olur uşaqlar? 180 yazıram. 2x üstə gələk 30. Üstə gələk x plus 18 bərabərdir 180. Aha, altdan yazıram. 3x bərabərdir 132 dərəcə. X də bərabərdir 44 dərəcə. Tapdıq x-i 44 dərəcə. Bizdən nə istəyir? Baxın, bizdən bu kompüterin açıldığı bu hissəni istəyir. Buranı istəyir. Gəlin baxaq. Yəni 2x plus 30-u yazıram yerinə. 2x plus 30 bərabərdir 2 vuraq 44 üstə gələk 30 dərəcə bərabərdir. 88 üstə 30 gələndə 118 dərəcə. Bu da belə əziz uşaqlar. Tapşırıq 9-u da yazdıq. Keçək 10-a. Aha, tapşırıq 10. Deyir ki, uşaqlar, tapşırıq 10-da quşlar üçün hazırlanan evciyin damı yan divarlarla konkurent bucaqlar əmələ gətirməlidir. Aha, şəkildəki evcik bu şərtə uyğundurmu? Görək bu evciyi düzgün qruplar uşaqlar. Baxaq. Deməli, bu bucaq, baxın bu bucaq verib bizə nə qədər? X plus 120. Bunu yazdım. Eyni zamanda burada x. Bunların cəmi nə olmalıdır əziz uşaqlar? 180 dərəcə. Çünki qonşu bucaqlardır. Üstə gələk x bərabərdir 180 dərəcə. Yazıram 2x bərabərdir 180 çıxılsın 120. Onu yazmıram. Birbaşa cavabı yazıram. X bərabərdir 30 dərəcə. Buranı tapdıq. Bax, bu balaca yer tapdıq 30 dərəcə. Görək burada da 30-dursa, deməli bu evciyi düzgün qruplar. Yazıram indi. İkinci hissədən y üstə gələk 140 üstə gələk y üstə gələk 10 bərabərdir 180. 2y bərabərdir 30. Y bərabərdir 15. İşləri körüblər uşaqlar. Buranın dərəcəsi olacaq 25 dərəcə. 5 dərəcə burada narşenlik eləyiblər. Deməli, şəklin evcik bu şərtə uyğun deyil. Səhv qruplar. Keçdik 11-ə. Yenə lazer şüalarına gəldik, çıxdıq. Yenə şou göstərirlər şüalarına görə nə eləyiblər bu dəfə. Deyir ki, lazer şousunda, oxuya bilmədim. Lazer şousunda işıq şüaları şəkildəki kimi istiqamətlənib. Aha, A, S, B. Bucağı açıqdır. Yəni uşaqlar, bu bucaq 180-dir. B, C, C. BC-ni göstərək. BC. Bucağının dərəcə ölçüsü A, C, C. A, C, C-dən 6.2 dəfə çoxdur. Yəni bura x-dir. Yerdə qalan bu hissə 6,2 vurulsun x-dir. Gəlin indi yazaq bunu. X üstə gələk 6.2 x bərabərdir 180 dərəcə. 7.2 x bərabərdir 180 dərəcəyə.
İndi hesablayaq. X bərabər. Uşaqlar sizə bir şey öyrədim. Bu şəkildə olanda buradan vergülü atıram. Burada bir dənə 0 artırıram. Aha, yazıram. 1800 bölünsün 72. Hesaplamanızı rahatlaşdırmaq məqsədi ilə. 18 ilə 72-ni böldüm. Burada qaldı 4. 4 ilə də 100 qaldı 25 dərəcə. X-i tapdım 25 dərəcə. Bizdən nə istəyir? ASC bucağın dərəcə ölçüsünü tapın. ASC-nin dərəcə ölçüsünü tapdım uşaqlar. Bucaq ASC bərabərdir 25 dərəcə. Bunu tapdıq, bu cebdir. Sonra deyir CSF, CSF və DSF bucaqların dərəcə ölçüsü nə qədərdir? Bu hes, yəni də bunun üstünü silək, şəklin yazaq yerinə. Bura 25'dir. Bura 25'dirsə, axı bu bucaq 90'dır uşaqlar. Deməli, bura nə qalır? 55. C0-ını tapdıq 55. A-sıcını tapdıq 25. Keçdik indi növbətiyə. D0-ını istəyir. Görək bizə başqa nə şərt verir burada. Hə, C0 ilə D0 kongruentdirsə, onda burada 55'dir. Mənim də 5'lerimdən yoxdur. Deyir, bu bucağın dərəcə ölçüsü nə qədər olar? Yazdıq. 55 dərəcə. Bu qədər uşaqlar. Asan sual idi. Gəldik, görək Səbinə xanım yenə nə fikirləşir? Deyir, Səbinənin fikri doğrudurmu? Qarşılıqlı bucaqların tənbölənləri düz xətt əmələ gətirir. Gəlin baxaq görək gətirir. Düz xətt əmələ gətirirmi? 12. Aha. Qarşılıqlı bucaq çəkirəm. Uşaqlar, bu bucaq özündən bir yazım 120 dərəcə. Onda avtomatik burada 120 dərəcə olur. Eləmi uşaqlar? İndi mən götürürəm uşaqlar. Buradan bir dənə tənbölən çəkirəm. Tənbölən çəkdiyimə görə avtomatik bucaq 60-60 bölünür. Burada 60 olur, burada 60 olur. Sonra ürəyim istəyir ki, aşağını da tənböləndən bölüm. Gedirəm aşağını da tənböləndən tam ortadan bölürəm. Burada 60 düşür, burada 60 düşür. Sonra baxıram ki, bu 60-60 bölünüb, bu 60-60 bölünüb. Deməli, bunlar elə bir düz xəttiymiş ki. Yəni, qarşılıqlı bucaqların tənbölənləri düz xətt əmələ gətirdi. Səbinə uşaqlar doğru fikirləşir. Bu da belə əziz şagirdlər. Səhifə 45-dəki tapşırıqları da bitirdik uşaqlar. Növbəti dərslərdə görüşənə qədər kanalıma abunə olmağı və videolarımı bəyənməyi unutmayın. Sağ olun uşaqlar, salamat qalın. Hələlik.